Hər vaxtınız xeyir olsun, əvvəl tamaşaçılar. Yeni layihə ilə yenə də evlərimizin qonağıyıq. Beynəlxalq Əmrlər Cəmiyyəti İctimai Birliyinin Qaydışa Aparan Yol adlı layihəyə start veririk. Beynəlxalq Əmrlər Cəmiyyəti İctimai Birliyinin Azərbaycanın Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qaydışa Aparan Yol adlı layihənin icrasına başlayıb. İctimai Birliyin sədri Tahir Xudiyev qeyd edir ki, qaydışa aparan yol göstərir ki, azadlığı və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qaydış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır. 3 ay davam edəcək layihə zamanı təşkil olunan eyni adlı televiziya verilişləri vasitəsilə izləyicilər Azərbaycan tarixinin müstəqillik və ərazi bütövlüyü sahəsindəki mühüm anları daha da dərindən izləyəcəklər və onlara tarixə daha böyük hörmət və milli kimlik hissini artıraraq dövlətin müstəqilliyi uğrunda keçirdiyi çətin dövrlər, xalqın mübarizəsi və qələbəsi hekayələri dinləyəcəklər. Bəli, artıq studiyamızda qonaqlarımız var və qonaqlar vaxt itirmədən təqdim edirəm. Studiyamızdakı qonaqlarımızdan biri çox sevdiyimiz, çox dəyərlimiz, layihə rəhbəri Beynəlxalq Əmrlər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev. Xoş gəlmişsiniz Tahir müəllim. Necəsiz? Əhvalınız necədir? Çox sağ ol, çox gözəl. Çoxdan da görüşmürük. Bəli. Çox gözəl. Digər qonağımız isə şəhid polkovnik Leytenant Rəşid Quliyevin anası Beynəlxalq Əmrlər Cəmiyyətinin İdarə Heyətinin üzvü Mətanət Quliyeva. Xoş gördük Mətanət xanım, hər birinizi bugün bu gözəl gündə. Digər qonağımız isə bizim üçün əziz olan, hər zaman deyir ki, gözəl insanlarla görüş bizə daha da əhvalımıza yüksək təsir edir və deməli, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, Beynəlxalq Əmrlər Cəmiyyətinin İdarə Heyətinin üzvü Allahverdi Məmmədli bugün studiyamızdadır. Xoş gördük müəllim, necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Əsas odur ki, hər zaman əhvalımız yüksək olsun. Bəli. Çox gözəl. Və əlbəttə ki, bugünkü mövzumuz da sizə də aiddir, amma bizi izləyənlərin bu haqda məlumatı yoxdur. Mən istərdim ki, elə layihə rəhbəri olaraq Beynəlxalq Əmrlər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir müəllim sizlə başlayaq, buyurun. Digər qonağımız isə Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva. Xoş gördük Xatirə xanım və indi isə istərdim ki, layihə rəhbəri olaraq sizlə söhbətimizi başlayaq. Çox sağ olun, təşəkkür bildirirəm. Bütün bizə, izləyicilərimizə. Xuraman xanım, mövzudan siz layihənin mövzusunu demək olar ki, ictimaiyyətə bildirdiniz. Demək olar, Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi üzrə Beynəlxalq Əmrlər Cəmiyyətinin qaydışa aparan yol maliyyə dəstəyi ilə bu layihə icra olunur. Mən bunu əsas layihənin mahiyyətindən mən qısaca bildirmək istəyirəm ki, bizim gördüyünüz kimi qonaqlar da var, çıxışçılarımız da var, fikir bildirəcək. Əsas bu qaydışa aparan yolun layihə may ayından başlamış, iyun axırına kimi 3 ay davam edir. İkisində isə böyük bir tədbirimiz Qaradağda, Qobu qəsəbəsində məcburi və qaçqın və köçkünlərlə olacaqdır. Bu qaydışa yola aparan yol layihəmiz Qarabağda məcburi köçkünlər və qaçqınların necə məskunlaşmasını, bunların içərisində imtiyazlı şəxslərimiz də olacaq, əlilliyi olan insanlar, şəhid ailələrdə bizim əsasda məqsədimiz ondan ibarət. Bunların orada yerləşdirilməsindən bağlı, ictimai nəzarət funksiyasını həyata keçirmək, onlara diqqət və qayğı, yəqin ki, bunlarda həm köçkünlərin orada necə məskunlaşmaq, eyni zamanda bizdə maraq dairəsi o imtiyazlı şəxslərin orada o məskunlaşması ilə daha da bir maraqlıdır. Onsuz da bizim layihədən kənar da biz il ərzində davamlı olaraq biz fəaliyyət göstəririk. Bizim həm də bu efir vasitəsilə bildirmək istəyirəm ki, çox vətəndaşlarımın, ictimaiyyətindən demək olar ki, məlumatsız olduğuna görə qaydışa aparan yol, məcburi köçkünlərin məskunlaşması ilə bağlı müəyyən söz-söhbətlər gedir. Mən bunlarla fikir bildirmək istəyirəm ki, yəqin bu mövzu ilə bizim çox hörmətli bacımız Xatirə xanım da fikrini bildirər. Burada məcburi köçkünlər məskunlaşır. Çox yüksək şəraitdə dövlətimizi, ölkə rəhbəri prezident çox sağ olsun ki, buna şərait yaradılır. Amma bir məsələ var ki,
Orada tək bizim əlilliyi və imtiyazlı şəhid ailələr, imtiyazlı şəxslər də orada məskunlaşır. Həmin evlərdə bilirsiniz, orada heç bir onların yaşayış üçün yaşayır, yüksək səviyyədə evlə təmin olur. Və onlar məcburdur ailəsini dolandırmaq üçün, nəysə dolandırmaq, orada məcburdur ki, kalma xərcləri ödənilməlidir, işıq pulu, qaz pulu və digər xərclər. Amma bu ödəmək qeyri-mümkündür bunlar. Bunlar məcburdur bir də paytaxtda üst tutarlar ki, evlər orada qalır, gəlirlər burada, yəni işlə məşğul Fəxri bəy, olmaq. olarmı bir sual verim? Yəni orada kənd təsərrüfatı ilə məşğul olmaq olmazmı? Sizin belədir, tək təsərrüfatı ilə məşğul olmaq söhbəti deyil. İndi bəs orada müəyyən işlər, yəni ailələrin dolandırmaq üçün bunlara şərait yaradılmalıdır. Fabriklər, sexlər, müəyyən işlər qurulmalıdır ki, bax mənim əlimdə, yəni ki, insanlar ki var ki, yəni faktlarla. Bunların mənim özüm də gedib tanış olmuşam. İndi yenə də bu layihədən kənar da olub. Layihədən sonra da layihənin gedişatında da biz bundan yəni bunların təşkil olunmağı daha da yaxşı olardı. Onların orada daimi yaşamağına, daimi evlərində olmağa, paytaxta qayıtmamağa, müəyyən bu söz-söhbətlərin qarşısını almaq üçün, yəni bu reallıqdır. Və mən dünənləri yardımlı Perimbeldə oldum. Həm orada 50 insanlar və şəhid ailələrlə görüşümüz keçirildi. Həm də bizim çox görkəmli, bizim cəmiyyətimizin üzvü, ağsaqqalı, Ağır Seyid Dindar Hacağa Mirsəfiyevin ildönümü idi. Allah ona bizim burada keçən verilişimizə də oldu. İldönümündə də iştirak elədi. Allah onu ruhunu şad eləsin. Bəli. Yəni, deməyəm budur ki, bu qaçqınlarla bağlı, məcburi köçkünlərlə bağlı, bax, mənim fikrim, mövzunu siz bildirdiniz. Bax, bunların əsas fikir, dövlətimizin fikrini oraya yönətmək, onlar həmin bu iş yerlərinin açılmasında olunsa, böyük dəstək olardı. Həm də ki, bu, üzr istəyirəm, efir vasitəsilə, o artıq danışan insanların bir balaca ağızlarını qapalayardılar ki, bu söz-söhbət olunmasın. Təşəkkür edirəm. İşlərinizdə uğurlar arzu edirəm. Mən bilirəm ki, hər zaman siz istər sağlam imkanları məhdud olan insanlara dəstək, bəzən olur, özüm də şahid olurum sizin haqqınızda, yəni veriliş boyu efirdə izləyəndən sonra xoş sözlər deyirlər. Buna görə də mən sizə təşəkkür edirəm bu layihəyə görə. Təbii ki, bu işi görən insanı gərək mərhəməti güclü ola ki, insanlara xeyirxahlıq edə, faydası ola. Təşəkkür edirəm fikirlərinizə görə və mən istərdim ki, Xatirə xanımla da biraz söhbət edək. Xatirə xanım, Xankəndi məcburi köçkünlərə dəstək olaraq sizin də zəhmətiniz az deyil. Biraz da bu haqda danışaq. Çox sağ olun, təşəkkür edirəm. Bəli, Xankəndi İctimai Birliyi yaradılanda... Necə oldu siz gəldiniz, burada üzv oldunuz? Mən ümumiyyətlə bizdə Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi 2013-cü ildə yarandı, amma ilk məcburi köçkün olaraq Xankəndlilər 1988-ci ildə ilk köçkün etnik təmizləməyə məruz qaldılar və son işğaldan azad edilmiş torpaqlarımız, qələbəmiz və Azərbaycan bayrağının Xankəndində 2023-cü il sentyabrın 19-da dalğalanması artıq torpaqlarımızın tam azad olması deməkdir. Və cənab prezident illər öncə və hər dəfə ən yüksək kürsülərdən vurğuladığı kimi Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq, sözümüz imzamızdır və həmin imzasını qoydu. Mən biraz Xankəndi İctimai Birliyi haqqında niyə mən belə məlumat vermək istəyirəm? Çünki mən elə hər zaman, ümumiyyətlə 30 il demək olar ki, könüllü olaraq işləmişəm, 30 il. Hər tərəfli, çünki bizim məcburi köçkünlər bütün ərazilərdə, 40 deməli, rayonda məskunlaşıb. Tahir müəllim mənə müraciət eləyəndə biz bir diskusiya keçirdik və belə qərara gəldik ki, mən də bu məcburi köçkün həyatından danışım, eyni zamanda qayıdışımız necə olacaq və necə baş tutub, artıq qayıdışımız var və bu hansı prinsip əsasında gedirsə, bu haqda mən biraz məlumat verim. Çünki mən həmin qayıdışın canlı şahidiyəm, tikilən evlərin, deməli, istifadəyə verilən evlərdə olmuşam. Onu da qeyd edeyim ki, 2018-ci ildən Qaçqın.comda İctimai Nəzarət Şurasında mavin olmuşam deyə mən qaçqınlarla mütəmadi olaraq əlaqədə olmuşam. Bəli, Böyük Qayıdış proqramı
2022-ci ildə noyabrın 16-sı cənab prezident tərəfindən təsdiq olundu. Artıq qələbəmiz var idi, vətən müharibəsi qələbəsi. Bu, bizim dönüşümüzə bir rəvac verdi. Amma belə demək olmaz ki, biz dönmək istəmirdik, yox. Bütün məcburi köçkünlər ayaq üstə, hətta çadır quraraq yaşamağa hazır idi. Ki, biz qaydırıq. Və bir dəfə məcburi köçkünlər deməli üzrə komitədə biz görüşümüz keçirildi. Orada bizə o qədər xoş belə bir təəssürat yarandı ki, müəllimə, ziyalı, deməli Bakıda yaşayan belə bir söz vurğuladı ki, kəndimin palçığına qurban olum. Yəni mən getməyə hazıram. Bu söz-söhbət sosial şəbəkələrdə kim nə istəyir deməklə asılı olmayaraq bir keçmiş məcburi köçkün olaraq, tək mən yox, ətrafımda tanıdığım, bildiyim, getdiyim, görüşdüyüm, yəni əlaqələrimiz çox genişdir. Mən illərlə məcburi köçkünlərlə layihələr işləmişəm. Hər biri köçə hazırdır. Amma bu o demək deyil ki, mütləq bütün ailə köçməlidir. Axı bu Sovetlər Birliyində də təhsil alan gəlirdi şəhərə, təhsil ailə qururdu, qalırdı, gedirdi, yenə ailəsi rayonda yaşayırdı. Amma indi yenə köçümüz möhtəşəmdir, həqiqətən möhtəşəmdir. Amma da sevə-sevə gedir. Sevə-sevə gedir. İlk olaraq biz, deməli, İctimai Şurada olanda bizə belə bir deməli, təklif gəldi ki, İctimai Şura Ağalı kəndinin, Zəngilanın Ağalı kəndinin sakinlərlə görüşsün. Bu görüşümüz bizim Masazırda keçirildi və 200 nəfər gələn Ağalı kənd sakini, məcburi köçkün həyatı yaşayanlar artıq 350 nəfərə yaxın idi. Deməli, bizə təklif elədilər ki, onlarla danışın, onlardan təklif alın. Onlar hansı əsaslarla köçmək istəyir, necə yaşayış yeri istəyir, necə köçmək, belə bir təklifləri alın görək, onların istəyi nədir? Biz onlarla görüşdük, 2 dəfə görüşümüz oldu və təkliflərini aldıq. Və baxdıq ki, sonra özləri öz təkliflərinə etiraz elədilər. Çünki biri təklif verdi ki, mən filan kəsdən qonşu olmaq istəyirəm, qızım yanımda olsun, mənim evim kəndin o başındaydı, indi bu başını istəmirəm. Belə bir orada müzakirələr getdi və sonunda qərara gəlindi ki, dövlət proqramı daha yaxşıdır, püşkatma ilə evlər verilsin. Kimin evi hara düşsə artıq onun həmin evdə də yaşamalıdır. Və ilk olaraq Ağalı kəndi 2022-ci ildə köç etdi iyul ayında. Mən Zəngilanın Ağalı kəndində də olmuşam, evlərində olmuşam, qurulan şəraiti görmüşəm və belə olaraq mütəmadi artıq köçümüz başladı. Və hər gün demək olar ki, həftədə 2-3 dəfədə Qaçqın.comdan köç karvanı davam edir. Bu böyük, gözəl, prioritet bir olan illərlə arzusunda olduğumuz bir istəyimizdir ki, bu günləri həyata keçir. Şükür də deyirik o günlərimizə, bu günlərimizə. Bəli, çox şükür. Amma bugün hər birimiz biz Azərbaycan vətəndaşı olaraq deyirik ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz, veteranlarımız, Allah canlarına şəfa versin. Təbii ki, onların o göstərdiyi qəhrəmanlığın nəticəsindədir ki, biz bugün o sevinci yaşayırıq. Bax, bizim bu Mətanət xanım, dəyərli xanımımız, əzizimiz və şəhid polkovnik leytenant Rəşad Quliyevin gözəl anası Mətanət xanım da əlbəttə ki, bir qürurla deyir ki, nə yaxşı ki, Azərbaycan vətəndaşı, Allah sizin də o igid oğlunuza, qəhrəman oğlunuza rəhmət eləsin. Biz sizin qarşınızda baş əyirik, siz bizim üçün çox dəyərlisiniz və eşq olsun Azərbaycanımızın belə gözəl xanımlarına ki, evladlarını vətənpərvər ruhda böyüdüb və bugün də gənclərimizə də baxanda mağazadan oyuncaq əvəzinə bayraq alırlar. Və məni o çox sevindirir. Balaca uşaqlarımız artıq oyuncaq yox, bayraq alır və o bayrağı öpürlər. Bu da ana sevgisi, məktəbdə olan müəllimlərin uşaqlara verdiyi bir sevgidir. Bir daha xoş gördük. İstərdim ki, baxın, siz də necə oldu bu gözəl, bu təşəbbüsə qoşuldunuz? Necə oldu, içinizdən gəldi o his ki, mən də gedim Tahir müəllimə dedim, Tahir müəllim, mən də istəyirəm bu üzrdə iştirak edim, mənim də az da olsa bir payım olsun. Buyurun. Mən Beynəlxalq Əlillər Cəmiyyətinin İdarə heyətinin üzvüyə, həmişə bir yerdə Tahir müəllimlə işlərimiz, tədbirlərdə oluruq, şəhid ailələrinin problemlərinin həllinə tanış oluruq. Bir neçə gün bundan qabaq forumda iştirak elədik. Tədbirin birinci günündən biz iştirak elədik. Bəli, şəhər salma Mətanət xanımı beynəlxalq forumda 9 nəfər iştirak elədi. Mətanət xanımın özü ilə, yəni şəhid anası olmaqla maraqlı. Mən biraz, Mətanət xanım biraz həyəcanlıdır, mən fikrini
Deyil. Möhtəşəm bir tədbir oldu. Bu könüllülərin belə gözəl iştirak etməsi mənə çox xoş təsir elədi. Çox aktiv iştirak edirdilər. Həm də bu layihəmiz gələcək nəslin, gənc nəslin vətənpərvər böyüməsində, bəli, tərbiyəsində çox gözəl təsir göstərir. Mən bir dənə onu deyim, Mətanət xanımın idarəti, o vaxt şəhid analarla beynəlxalq tədbirdən çıxandan sonra iki qardaş şəhidlərinin Nərimanov rayonunda 36 saylı məktəbdə onların tədbirində iştirak edib. Həm də Mətanət xanıma yox sözü yoxdur. Bizim həm də cəmiyyətimiz bütün imtiyazlı şəxslər, əlil, şəhid ailəsi, digər əlilliyi olan insanlar, imtiyazlı şəxslərin, azsəmli ailələrlə də məşğuldur. Hətta məhkum cəzaçəkmə müəssisəsindəki orada bilinir ki, hamıya ki, cinayətdir, qaçılmaz, əgər bu cinayət etsə cəzasını çəkməlidir. Biz onunla Mətanət xanım, onlarla da, onların hüquqları müdafiəsi ilə də, Mətanət xanım öz sözünü deməyə çəkilir. Yox, utanır ki, yəni gördüyü işləri mən şəhid analarına o gün görüşündə deyim. Mətanət xanım sakit durmağına baxmayaraq, siz bilmirsiniz, yəni bu gördüyü işlərdir. Yəni, kənd rayonlarda hər oldu, gedir, bizlə bərabər. Sağ olsun anamızın, həm də bir iftixar istəyirik ki, bizim Beynəlxalq Əlillər Cəmiyyəti idarəyyətimizdə belə bir gözəl anamız və iştirak edir, var olasın. Təşəkkür edirəm, mən də. Allah canını sağ eləsin. Biz baxıb bu cür gözəl analarımıza qürur duyuruq. Allahverdi müəllim, sizə belə bir sualım var. Böyük Qayıdış dövlət proqramının məqsədi və fəaliyyət dairəsi haqda bizə məlumat verərdiniz. Necə olacaq? Nələri əhatə edəcək yəni? Təşəkkür edirəm. Əvvəla mən qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə minnətdarlıq eləmək istəyirəm ki, bizə dəstək oldu və biz Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi olaraq belə bir layihəni həyata keçirməyə başladıq. Qayıdışa aparan yol layihəsini. Burada, bilirsiniz, bizim dövlət proqramıdır bu, şübhəsiz ki, Böyük Qayıdış. Bu dövlət proqramının məqsədi nədir? Dövlət proqramının məqsədi odur ki, vaxtı ilə məcburi surətdə öz elindən, obasından olan, yurdundan olan insanların həmin yerlərə qayıdışını təşkil eləmək. Həm də bu qayıdışı təhlükəsiz, bir növü davamlı, mərhələli şəkildə, həmçinin dayanıqlı şəkildə bunların təşkil eləməkdir. Yəni, bu özündə nəyə itibar edir? Söhbət köçkünlərin ora qayıtmasından getmir. Bu dövlət proqramında bilirsiniz ki, birinci dövlət proqramıdır, bu böyük bir layihədir. Və bu layihədə təkcə köçkünlərin ora qayıdışı nəzərdə tutulmur. Bu dövlət proqramının məqsədi həm də orada bu insanlar üçün şəraitin yaradılmasını nəzərdə tutur, infrastrukturun yaradılmasını nəzərdə tutur, o yerdə iqtisadiyyatın yüksəldilməsini nəzərdə tutur, o yerdə xəstəxanaların yaradılmasını, məktəblərin yaradılmasını, orada uçmuş evlərin bərpası və yaxud da ki, yeni evlərin tikintisi məsələsini nəzərdə tutur. Böyük Qayıdış həm də kənd təsərrüfatının, sənayinin, orada bilirsiniz ki, sənaye parkları yaradılır, müxtəlif layihələr həyata keçirilir. Bunların hamısını nəzərdə tutur. Bu böyük bir layihədir. Yəni, insanların daimi məskunlaşması, daimi olaraq orada yaşaması üçün şəraitin yaradılmasını nəzərdə tutur. Belə bir layihədir. Və həmçinin qeyri-hökumət təşkilatlarının da burada öhdəsinə müəyyən vəzifələr düşür. Bu proqramda, Böyük Qayıdış proqramında. Onların öhdəsində düşən vəzifələrdən biri odur ki, onlar təkcə bu Böyük Qayıdışa dəstək yox, həm də bu Böyük Qayıdışın iştirakçısı kimi çıxış eləsinlər bu bizim ictimai birliklər, qeyri-hökumət təşkilatları. Bəli, onların yanında olsunlar, onlarla birgə fəaliyyət göstərsinlər, onlara dəstəklər göstərsinlər, onlara maarifləndirmə dəstəyi göstərsinlər, orada onlara müxtəlif dəstəklər, o dəstəklərdən biri də budur ki, biz tez-tez bizim layihənin rəhbəri, həm də İctimai Birliyin sədri Tahir müəllim bu işdə xidmətləri böyükdür. Biz tez-tez həmin yerlərə gedirik, Tahir müəllim təşkil edirik bu layihə çərçivəsində və o yerlərdə o insanların həyatı ilə, məişətindən tanış oluruq, o insanlara dəstək oluruq, o insanlara dəstək nə mənada oluruq? Söhbətlər eləyirik o insanlarla. O özü bir dəstək. Bəli, o insanlarla bilirsiniz, maarifləndirmə işləri aparırıq.
Qarabağın özünün möhtəşəmliyini bir daha onların yadına salırıq. Bəli, orada indi elə bir məqamdır ki, Qarabağda olan bu böyük qayıdış prosesi təkcə Qarabağlılar üçün maraqlı deyil. Hər bir Azərbaycan vətəndaşı üçün maraqlıdır. Hər bir Azərbaycan vətəndaşı özünə borc bilir ki, getsin o Qarabağa, orada olan quruculuq işlərini görsün, orada olan bütün yaradılan, insanlar üçün yaradılan şəraiti görsün. Bax, məsələn, bu yaxınlarda biz yenə də Şuşada olduq. Təsəvvür eləyin ki, mən hələ tarixdə İsa bulağının bu qədər qələbəli olduğunu görməmişdim. Nə qədər qələbə. Bütün Azərbaycan elə bir axışır İsa bulağına. Bütün Azərbaycan, sonra biz gəldik Xan kəndinə. Bütün Azərbaycan axışır Xan kəndinə. Bu çox maraqlı bir məsələdir. Çox belə vətənpərvərlik hərəkatıdır bu. Çox böyük vətənpərvərlik hərəkatıdır. Bu, bütün Azərbaycan miqyasındadır. Bax, bizim məqsədimiz bütün bunları təbliğ eləməkdir. Sağ olun, sizin televiziyaz vasitəsilə biz bunları təbliğ eləyirik. Sizin televiziyaz hər yerə yayımlanır. Bəli. Və dünyanın hər yerində baxırlar buna. Və biz bu maarifləndirmə işini, bu gördüyümüz işləri, qayıdış proqramından irəli gələn işlərin hamısını sizin televiziya vasitəsilə də biz dünyaya çatdırırıq. Bu da bizim missiyamıza daxil olan bir məsələdir. Ona görə biz çox qürur hissi ilə, çox məmnunluq hissi ilə bu qayıdışa aparan yol layihəsini həyata keçiririk. Çox gözəl. Mənim birisini maraqlandırır. Bu Böyük Qayıdış Dövlət Proqramında təbii ki, siz hər biriniz birlikdə gelirsiniz, insanlarla söhbət edirsiniz, onların dərdinə şərik olursunuz. Elə bir, məsələn, hadisə varmı ki, heç vaxt yadınızdan çıxmır söhbət edən insanlar arasında? Belə hadisələrlə Xocalıda rastlaşdım. Xocalıya ilk köç gedəndən sonra mən orada yaşayan Ceyran xanım var, onların evində qonaq oldum. Bilirsiniz, nə yadımdan çıxmadı. Deməli, Ceyran xanım məni o həmin gecə Xocalı faciəsində orada olan qadın idi. Və biz, bəli, hadisənin iştirakçısı, şahidi, iştirakçısı körpü uşağı ilə bərabər və yoldaşda şəhid olmuşdu həmin gecə. O məni, deməli, gəldik Qarqar çayının sahilinə. Qarqar çayının sahilində, indi Ceyran xanım, bizim də uşaqlığımız orada keçib. Yəni, Xankəndi Xocalı tam yaxın bir ərazidir. Elə həmişə oradan keçib gəlmişik. Dedi, Xatirə xanım, Xocalıda illərlə yaşamış, hardasa bir 30 yaşında buram tərk eləmiş bir insan idi də. Dedi, Xocalıda mən ömrümdə bu Qarqar çayının sahilində lalə görməmişdim. Təsəvvür eləyin ki, qırmızı qan lalələr, o Xocalı qanı deyək də, insanların qanı orada tökülüb də. Hətta mən o sosial şəbəkədə də görmüşdüm, necə paylaşım etdilər. Bəli, bax, onu mən dayandım, belə qeyri-ixtiyari, bilmirəm də, insan necə kövrəlir ki, və o hər bir lalə elə bir insandır, onun qanıdır, damlasıdır, bax, onu mən unuda bilmirəm. Həqiqətən elə bir çox getmişik, başqa bir hadisələr olub, ilk ora getməyim necə olub. Məsələn, mən deyim də, indi biz qayıdışdır. Mən Xankəndiyə gedəndə ağlamadım. Mən Şuşada ağlamadım. Amma mən Ağdamda hönkürtü ilə ağladım. Bilirsiniz niyə? Ağdam cəhcəlallı bir torpaq. Biz Ağdama sevə-sevə getmişik, sevinə-sevinə getmişik. Və oranı o cür xarabazarlığa çevrilməsi, nə vəhşilik, nə vandallıq, onun bir adı yoxdur. Əsas odur ki, indi artıq bərpa işləri sürətlə bərpa işləri çox sürətlə gedir. Biri var, adi torpaqdır, boş torpağı tikirsən, qaydırsan. Biri var ki, torpağı təmizləyirsən minalardan. Və minaları təmizləyəndən sonra binalar tikilib. Bəli, Ağdamda yaşayış, qayıdış, hər bir şərait artıq var. Çox gözəl də şəhər salınır. Xatirə xanım, bir də onu deyiləm, yəni o bərpa işlərinə başlayanda nə qədər hal-hazırda da, yəni o minalardan təmizləyəndə adama neçə dənə insanlar orada həlak olur, şikast olur. İndinin özündə də. Təmizlənmiş zonalarda belə yenidən partlayışlar olur. Məsələn, onlar nə qədər əlilliyi olan insanlar meydana çıxır, şəhiddə həlak olan insanlar. Yəni bu bərpa işində də yenə də öz çətinlikləri var. Bizim İctimai Birlik
mən onu bir qeyd edib yadımdan çıxdı. Biz Laçına getir, Laçındakı məcburi köçkünlərlə, Xankəndindəki məcburi qaçqın yəni köçkünlərlə görüşümüz olub. Ağdamda biz gedən vaxtı orada yəni köçkünlər yəni məskunlaşmamışdı. Ondan yəni bu regionlarda oldu, Şuşada oldu, Xankənddə görüşlərimiz oldu. Hətta o bildirdi ki, bizim 3 dənə şəhidi var idi. Yəni, sizin də deyəsən tələbə yoldaşınızdır. Təranə Şahmuradova. Təranə Şahmuradova. Hətta onu Yoldaşı ki, qardaşı, biri itkindir. bəli. Qardaşı hələ də Allah itkindir. ruhları onun qismində bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onu Gəncədə mən bilən polis Polkovnik. daxili işlərinizdə ulu öndərimiz Heydər Əliyev şəxsən onu daxili işlər nazirinə götürmüşdük. Özü deyirdi ki, Gəncədə olanda ulu öndərimizin özü şəxsən valaqlanıb. Ki, məni gətirdi daxili işlər nazirinə. Belə görüşlərimiz olur. Yəni, yəqin ki, bu layihə çərçivəsində də gedəcəyik, Allah verdi müəllim. Baxmayaraq maliyyə çətinliyimiz olsa da, yenə də özümüz daxili imkanlarımızı, idarə heyətimizin daxili imkanlarına biz ora səfər edəcəyik. Füzulidə fikrimiz var. Şuşa, Laçın, Xankəndi görüşlərimiz keçirilsin, Ağdərə, Kəlbəcər. Yəni, arzusundayıq bunu edək layihə çərçivəsində. Bu layihəmizin gedişatı vaxtı baxmayaraq bütün Respublikanın kənd və rayonlarından, şəhərin də, hətta Bakının özündə bütün imtiyazlı şəxslər, əlilliyi olan insanlar, şəhid ailələr, azsəmə müraciət etsə, yenə biz onların görüşünə gedəsiyik. Bu yaxınlarda müraciət ediblər Zaqatalaya səfərimiz olacaq, Zaqatala şimal bölgəsinə. Orada da görüşlərimiz olacaq, layihə çərçivəsi. Çox gözəl. Bəli. Xurama xanım, mən üzr istəyirəm. Müdaxilə edirəm. Buyurun, buyurun. Siz dediniz, biz Qarabağda hər dəfə olanda bizi təəssüfləndirən, bizə təsir edən, bizim ürəyimizi ağrıdan anlar da olur. Şübhəsiz Təbii ki, bir insan olur. Bizi qürurlandıran anlar da olur. Bizi təəssüf doğuran anlardan biri odur ki, Qarabağı ermənilər çox pis günə qoyublar. Bu bizə çox böyük təsir edir. Şuşanın özündə də təsəvvür edin ki, Şuşa kimi bir gözəl şəhər, tarixi şəhər, hələ orada o qədər deyək ki, ermənilər də yaşayıb da müharibə getməyib də. Amma onlar heç vaxt orada daşın üstünə qoymayıblar. Heç bir rayonda, heç bir deyək ki, ərazidə onlar bir iş görməyiblər, quruculuq işi görməyiblər. Allah verdi müəllim, o tarixi abidələri gördünüz, adam ürəyədə o böyük abidədir, tacir olub. Böyük bir abidə idi. Onu nətər dağıdıblar. Adam ürəyi ağrıyır. Adam ürəyi ağrıyır elə məsələlərdə. Və amma bizi qürurlandıran məsələ nədir? Biz Qarabağ indi böyük bir tikinti meydançasıdır. Qarabağ yenidən qurulur. İndi təsəvvür eləyin ki, Qarabağa gedəndə adamın ürəyi o qədər açılır ki. Məsələn, biz indi Laçına gedəndə Laçını tam ayrı bir biçimdə görürük. Bu bizi çox qürurlandırır. Ona görə yəni orada çox insan qeyri-adi hisslər keçirir. Anladım. Qeyri-adi hisslər. Əsas odur ki, o xoş hisslər bizə daha da stimul verir və Azərbaycan vətəndaşı olaraq qürur duyuruq bizim igidlərimizlə. İstərdim ki, bizim qəhrəmanımızın anası da bu sualımızı cavablandırsın. Qayıdışa aparan yola vətəndaş cəmiyyətinin dəstəyi nədən ibarət olmalıdır? Mətənət xanım cavab verə Mətənət xanıma deyib, bəyək Mətənət sualına cavab verdi. Əsas dəstəyi, bəyək mən onu çıxışımda elə Mətənət xanım elə danışanda, mən də o fikrimdə çıxışımda bildirdim. Əsas dəstəyi, qayıdışa aparan yolun dəstəyi nədən ibarətdir? Bizim orada məskunlaşmasına, onların tək sağlam insanların yox. Əsas missiyamız oradan, onların arasında, o mən fikir bildirdim. Əsas missiyası odur ki, imtiyazlı şəxslərin də arasında tək sağlam insanı, onların görüşlərimizi keçirmək, onların yaşayış tərzini, onda həmin necə məskunlaşırlar, onların diqqət qayğısını orada və məskunlaşmasını biz ictimai bir təşkilat kimi olaraq... Çox gözəl. Bəli, onu da qeyd etmək istəyirəm ki, biz həm Laçın deyəndə mənim bütün Azərbaycanın hər bir quşəsi mənim üçün vətəndir, əzizdir. Bu Qarabağda, amma Laçında mənim xüsusi, hər il orada Laçın günləri keçirirlər.
o qədər məndə Allah verdi müəllim. Bu səfər də gedərik. Bu dəfə də mən də Deməli, aparım. Şveysariya elə bir ki, İnşallah. kiçik Şveysariyadır. Oradan o çayın kənarında, Həkəri çayın kənarında durub, Laçın gündən keçəndə elə bir ki, məni davet elə bir hardasa bir xəyallara, bir orada bir Təbiətin gözəllik var. gözəlliyi, Bəli, o füsunkar gözəlliyi insanı heyran edir. Doğrudan da ümumiyyətlə bizim torpaqlarımız çox gözəldir, çox münbitdir. Biz də baxıb sevinirik ki, nə yaxşı ki, gedib artıq bugündən etibarən hər gün sevinirik və bu layihə inanıram ki, çoxlarımızın ürəyincə olacaq. Bəli. Qayıdışa aparan yolu bayaq mən yenə bildirmək istədim ki, biz burada gördüyümüz işləri həmin bir layihədir də, onu biz davamlı edirik. Həmin Qarabağda da, qayıdışa aparan yolda da onların necə məskunlaşması. Bəli, bizim də dövlətə dəstəkdir. İctimai nazarət funksiyasını həyata keçirik. Müəyyən orada çatışan, çatışmayan görüntüləri görüb, layihəmizdə sənədləşdirib, layihəyə, agentliyə təqdim edirik ki, bu qayıdışa aparan yolla dövlətin əlavə bir gözü, belə ictimai əsaslar əsasında. Bir köməkdir. Qısa demək olar. Təbii ki, çox vaxtı bəzi rayonlar var ki, orada onların talihlərindən xəbəri olmayan insanlar da var, amma siz artıq onları tanıdırsınız. Həm mənəvi dəstəkdir bu özü, həm insana ruh verir. Bax, bayaq Gözəl xanımız söylədi, söhbət etdikcə, həm söhbət olduqca onun dərdinə şərik olmağın özü də böyük bir işdir. Həm maddi, həm mənəvi dəstək yaxşıdır. Bəs elə Allah verdi müəllim. Bəli, əsas odur da. Məsəl üçün o insanlar var ki, sözlərini çatdıra bilmir, çətinlik çəkirlər. Hara müraciət eləsinlər, Sosial bilmirlər. layihələrin orada icrası çox böyük dəstəkdir köçkünlərə. Deməli, Tahir müəllimin bu layihəsi insanlara güclü bir motivasiyadır. Bəli, bəli. Yəni biz hər zaman varıq, dəstək, problemlərin həllində Heç kim özünü tək hiss eləmir. qanun çərçivəsində həllinə dəstəyik. Kimin nə problemi varsa müraciət eləsin, biz onlara dəstək verməyə hazırıq. Ən çox hansı müraciətlər lazımdır? Bax, buradan efirdən Bilirsiniz necədir? Müraciətlər çox fərqlidir. Məsələn, mən Qaşqın Efir İctimai vaxtında Şurada, demək mümkün olmur. Bəli, İctimai Şurada olduğuma görə orada çox qeyri-adi müraciətlər çoxdur. Təkliflər, istəklər çoxdur. Amma bunu başa düşmək lazımdır ki, bu böyük qayıdış bir proqramdır. Bu qanun çərçivəsində həyata keçirilir, icra olunur mərhələli və heç kəsin deməli kənarda qalması mümkün deyil. Hər biri mərhələli şəkildə. Hissə köç olur. Məsələn, Laçına köç oldu. Laçındakı evlərdə olmuşam, onun gözəlliyini görmüşəm. Amma bizim orada da qohumlarımız yaşayır. Amma onların evləri dağıdılıb, böyük bir məhəllə yaradılıbdır. Şəhərin mərkəzi idi. Amma gözləyirik, hamımız əsas nədir? Əsas odur ki, bugün ermənisiz Qarabağdır. Bəli. Və hər ən əsas birimiz odur. ora illərlə arzusunda olduğumuz, xəyalımızda canlandırdığımız torpaqlardayıq. Nə gözəl. Və bugün mən ora köçmürəm, tutaq ki. Amma köçəcəm, getməliyəm. Amma gedən bir yerim var. Yay gəlirdi, fikirləşirdi ki, biz hara gedək? Məcburi köçkünlərin gedən yeri olmurdu. Yaxın bir yerləri, istirahətə. Amma indi hər biri və dəvət edirəm mən yaxınlarımı, rəfiqələrimi və gedək bir məcburi köçkün yox, keçmiş məcburi köçkün deyək. Və Qarabağda yaşayan Qarabağlıların da öz adət-ənənələri var. Bəli, bəli. Və illərlə yaşatdıqları o adət-ənənələri bugün də orada qoruyub saxlayıblar. Və bir fikrimi yox, daha doğrusu sosial şəbəkələrdən rastıma çıxan bir rolika danışmaq istəyərdim, demək istəyərdim. Deməli, xanım köçüb Ağdəriyə. Cavan, gənc xanımdır, ailəli. Deməli, bizdə Qarabağ zonasında boyana deyilən bir bitki var, şüyüdə oxşayan, yabanı deyək, yabanı bitki. Və o tez o meşələrdən, o çöllükdən o bitkini yığdı, gətirdi və boyanalı aşı belə dəmlədi. Yəni, heç nə yaddan çıxmayıb, adət-ənənələrimiz və həmin məcburi köçkünlər, keçmiş məcburi köçkünlər o adət-ənənə ilə öz yurduna sevə-sevə dönür, sevə-sevə. Xurama xan bayaq bir sual verdi, Allah verdi müəllim. Dedi, layihənin, mən yenə qayıtmasam, layihənin missiyası. Siz buradan efir vasitəsilə Xurama xanım, elə məlumatlıyıq biz. Hər bir məlumat bizə daxil olur, özümüz də o məlumatdan doğruluğun, yəni hüquq orqanlar dedikləri kimi təhqiqatımız özü də bir daxili təhqiqat aparır və onun deyilən hər məlumata inanmaq da olmur. Onun yerində maraqlar... Yəni araşdırırsınız sonra? Araşdırırıq, bəli. Olub da elə bir şey, yanlış məlumat, doğru. Bizdə məlumatlar var, mən sizə demək istəyirəm ki, mən buradan efir vasitəsilə onu deyə bilmərəm. İnsanları qıcıqlandırma olmaz. Biz dövlətdən, dövlətçiliyə xidmət edən
təşkilatı, baxma ictimaiyyətdə olsa da dövlətin maraqlarını üstəliyirik. Yəni bunu hər bir şey olmağı efirmadır. Bizim əsas missiyam layihəmiz ondan ibarətdir ki, o məlumatları sənədləşdirib layihənin yekununda layihəyə hesabat olaraq agentliyə təqdim eləyir. Agentlik də işi odur ki, onu hər bir hissə aidiyyəti dövlət qurumuna təqdim edir ki, Mən bu işi gördüm. Bəli, bu verilən pullar havayı gedilmədi. Bizim işimiz odur. Biz də dövlətin gözü olaraq ictimai əsaslar əsasında. Mən o qədər, bax, indi bura gəlməmişdən qabaq, məndə məlumatlar var, qaçqınların, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə çox o qədər məlumatlar var. O məlumatların hamısını mən efir vasitəsini ictimaiyyətə məlumatlandıra bilmərik biz. Doğrudur. Onun hamısını düzgünlüyün, dəqiqliyin, apardığımız təhqiqatımızla bağlı biz onu sənədləşdirib, hansı düzgündürsə, layihə çərçivəsi biz agentliyə hesabat olaraq verəcəyik və eyni zamanda burada da bizə müraciət edən hər bir mən efir vasitəsilə bildirirəm. Məcburi köçkünlər, bu layihə qayıdışı aparan yol olsa da, Allah verdi müəllim, mən belə başa düşürəm, bunun baxmayaraq, hər bir imtiyazları, məcburi qaçqın və köçkünlər, Azərbaycan hər bir vətəndaşı, imtiyazlı insanlar müraciət edə bilərlər. Hətta məhkum ailələr də bizim cəmiyyətimizin işi bəli, müraciət edə bilərlər. Biz də onların müraciətinə diqqətlə yanaşıb hər bir şeyi, nə dəstək, hər bir şeyinə kömək göstərə bilərik. Təşəkkür edirəm hər birinizə. Doğrudan da söhbət o qədər maraqlı oldu ki, sizdən ayrılmaq istəmirəm, amma bizim veriliş bitəndən sonra digər verilişlər var. Ona görə mən sizə bu layihəyə görə təşəkkürümü bildirirəm. Üzvlərinə dəstək olduqlarınıza görə hər birinizə xüsusi təşəkkür edirəm. Verilişimizi yekunlaşdırıq, əziz izləyicilərimiz. Qayıdışa aparan yol layihəsi mərhələli şəkildə davam edəcək. Əgər sizin də hər hansı bir sualınız varsa və çözüm tapa bilmirsinizsə, ekranda nömrə görürsünüz, əlaqə saxlaya bilərsiniz və hər hansı bir probleminiz varsa, tez bir zamanda həlli yolunu tapar. Görüşmək ümidi ilə sizdən ayrılıram. Siz sağ, biz salamat.